Salam, hər vaxtınız xeyir, əziz dostlar. Bugün 9-cu siniflərin buraxılış imtahanının suallarını izah edirik. 27-ci sualda C variantının suallarıdır. Hər birini izah edəcəyik. 27-ci sualda deməli bizdə nədir? Deyir, nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Alnındakı qırışlar adicə qırış deyil, öz xalqının keçirdiyi istirab yollarıdır. Doğruda doğru, yanlışda yanlış. Hər iki misrada ismi birləşmə işlənməkdir. Alnındakı qırışlar xalqının yolları. Bu doğrudur. Biri götürəcəyik burada. Biri götürdük. Doğruda. Davam edək. Deyir, ikinci misradakı isimlərdən ikisi həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edib. Hal-hazırda TikTok'da da canlı deyil. Zəhmət olmasa yeni gələnlər səhifəyə takib atsın. İkinci misradakı isimlərdə ikisi həm hal, həm də öz xalqının keçirdiyi istirab yollarıdır. Xalqının sözündəki hal mənsubiyyət var, amma yollar sözündə yalnız mənsubiyyət var. Bu yanlışdır. Birinci misradakı isimlər eyni haldadır. Alnındakı qırışlar adicə qırış deyil. Deməli, qırışlar və qırış, bu da doğrudur. 1-3'ü götürəcəyik. Keçək yanlışa. Yanlışda deyir ki, İkinci misradakı isim xəbər söz birləşməsi, ismi xəbər söz birləşməsi ilə ifadə olunmuşdur. İkinci misradakı xalqının, bəli bu doğrudur, bizə doğru olduğuna görə götürməyəcək, bizə yanlış yazıldı. Birinci misrada həm baş, həm də ikinci dərəcə üzvü izah edən təyinlər işlənmişdir. Xeyr, burada alnındakı qırışlar adicə qırış deyil, hər biri baş üzvləri izah edib, ona görə bu yanlış olduğuna görə doğru kimi götürəcəyik. 1, 3, 5. Altda da nümunədəki sifətlər azaltma dərəcəsindədir. Bu da deməli yanlış fikirdir. Alnındakı və adicə sözləri deməli adi dərəcədədir. Cavab olacaq 1, 3, 5, 6 C variantı. Keçək növbəti suala. Növbəti sualımızda bizdən nə istəyir? Deyir, la'nın işlənmə məqamını düzgün ardıcılığını müəyyən edin. Qoşmadır, bağlayıcıdır, zərfdir. Düzəldən şəkildir. Səfi dayı qonaqlıqda Hüseyn ilə tanış olmuşdur. Burada təbii ki qoşmadır. 1'ə getdi A. Rizvanla Qədir, Rizvan və Qədir bura getdi B-yə, bağlayıcıdır. Elə şərq ölkələri var ki, oraya günəşlə bərabər insən, günəş ilə bərabər insən. Bu da getdi deməli C variantına. Qoşmadır. Günəşlə bərabər insən. Ertəsi gün həvəslə bizi həmin tədbirə çağırdı. Həvəslə zərf düzəldən şəkilçidir. Həmin illərdə Nəcəf bəyin komediyalar böyük müvəffəqiyyətlə, bu da zərf düzəldəndir. 1'ə AC, 1'ə AC, 2'ə B, 3'ə D'yi cavab oldu 28'də C variantı. Növbəti sualın izahına baxaq. Növbəti sualımızın izahında hansı cümlədə səhv yazılmış söz var? Burada cavabımız olacaq D variantı. D variantı. Çünki kin küdurət, kin yox, küdurət yazılır. Cavab olacaq D variantı. Keçək növbəti suala. Növbəti sualda bizdən nə istəyir? Hansı sual işarəsi yerinə hansı şəkilçi yazılsa düzəltmə söz alınar. Təbii ki, burada gülçü sözünü yazsam, A variantını yazsam görərəm ki, düzəltmə söz alınar. Cavabımız olacaq A variantı. Salam, salam. İzahları verirəm. Zəhmət olmasa səhifəyə takib atın. Mümkün qədər paylaşaq. Biri yalnız baş üzvlərdən ibarətdir. Bax, həkimdir kim sizin qonşunuz? Cavab olacaq Y variantı 31'də. Bu cavab yazılmayan kitabçadır. Yəqin ki, kimsə indi orada çıxarıb. 34'də Fərid sinifdə hamıdan kiçikdir cümləsində xəbər hansı nitq hissəsilə kiçikdir? Kiçik də təbii ki, sifətdir. Cavab olacaq C variantı. Çox rahat suallar düşüb. Keçək digər qrammatika suallarına. Yəni qrammatika suallarının izahını verək, sonra mətn suallarında birlikdə sizinlə birlikdə baxacağıq. Qrammatika suallarının izahına baxaq. Deməli 33'də hansı nümunədə bizdən deyir ki, hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Sabir, Orxan, Turac Anarla danışsın. Xitab kimi də düşünmək olar, mübtəda kimi də. Akif, Vəli və Toğrul danışsınlar eyni qaydada. Sahib, Elşən, Turqayı tədbirə dəvət etdilər eyni qaydada. Aysun, Nuray, Zəhra, amma Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Bu Laləyə xitabdır. Cavab olacaq Y variantında. Hansı söz feilin əmr şəklindədir? Oxuyun. B variantı olacaq burada. Digər suallara baxaq. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Deyir, işarə cümləsi haqqında səhv fikir istəyir bizdən. Deyir, işarə
əvəzli təyini ifadə vasitəsidir. İşarə əvəzli təyinin ifadə vasitəsidir. Bu doğru fikirdir. Elə adamlar. Xəbərlər mürəkkəb feil ifadə olmuşdur. Nə et, oturdu, razılıq etsin. Bu da doğru fikirdir. Hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Adamlarla, onlardan. Bu da doğru fikirdir. Tərkibdəki cümlələr ümumi şəxsli deyil, müəyyən şəxslidir. Cavab olacaq burada D variantı. Bəli, çox rahat, sadə suallar düşüb. Çox rahat, sadə suallar düşüb. Yeni gələnlər səhifəyə takibatın zəhmət olmasa. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? Durğu işarəsi buraxılmışdır. O içəri girib baş əydi. Baş əydi kim? O yalnız şəxs. O içəri deyə bilməzsən, cavabımız olacaq A variantı. Qrammatika suallarının izahı bu qədər. İndi YouTube və TikTok hesabımızda da deməli mətn suallarını izah edəcəyik. Bizi izləmədə qalın.